Xəyanət deməzdim. Bəzən xəstələrimizin xeyrinə olan yalan danışırıq. Necə olur bu? Deyək ki, xəstə yaxınlarıyla görüşürük. Xəstələrin həssas olduğunu ya da xüsusən onkoloji xəstələrdə ciddi bir gecikmiş formada ya da riskli formada onkoloji xəstəlik olduğunu, amma mütləq əməliyyat olmalıdır, mütləq müalicə almalıdır, amma xəstə bir şəkildə tam əlaqəsi olmayan diaqnozlar bildirmək məcburiyyətindəyik. Mən mümkün olduqca mən bir xəstə ilə görüşüm, özüm danışım, xəstənin bir vəziyyətindən özüm qərar verəcəm. Sizin qədər olmasa da açıqlıq, biraz üstü örtülməyən bir şeyləri demək lazımdır ki, xəstə ciddi qəbul eləsin. Bunun tərəfdarıyam. Amma belə deyim, diaqnoza, tibbə xəyanət edib yalan danışdığım hallar ki, sizdə o deyil, bu da əslində onkologiya deyil, daş da belə deyim, böyrək ya odur. Bu nadir hallarda xəstələrimizin sırf psixoemosional vəziyyəti həssas, yaşlı xəstələrimizə elədiyimiz olur. Bu formada tibbə bəli, xəyanət edirik.